Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb. Açıqlamada deyilir ki, ölkə ərazisinin bəzi yerlərində hava yağıntılı keçir, arabir intensivləşir. Kəlbəcər, Laçın, Quba adlı Şahdağa isə qar yağır. Düşən yağıntının miqdarı Lənkəranda 21 mm, Sədrəkdə 18, Astarada 15, Ağdamda 14, Zərdab, Şərur, Sabirabad, Kürdəmirdə 12, Şəki, Mişlidə 10, Şahbuz, Qubada 9, Qax, Zaqatala, Naxçıvan, Beyləqan, Gəncədə 8, Mingəçevir, Yevlax, Şəmkir, Naftalan, Balakən, Oğuz, Bərdə, Tərtər 7, Şirvan, Ordubad, Gədəbəy, Tovuz, Qəbələ, Neftçalada 6, Ağstafada 5, Cəbrayıl, Biləsuvar, Culfa, Goranboy, Ceyrançöl, Daşkəsən, Göyçay, Qusar, Lerik, İsmayıllı, Yardımlı, Şabran, Şamaxı, Xızı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Xaçmaz, Qobustanda 4, Bakıda və Abşeronda isə 1 mm-dir. Şərur, Sədrək, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Mingəçevir, Qusar, Xızı, Oğuz, Qobustan, Quba, Yevlax, Göyçay, Lerikdə, eləcə də Bakıda və Abşeron yarımadasında qatı duman müşahidə olunur. Dumanda görünüş məsafəsi 500 metrə qədər məhdudlaşır. Məlumata görə ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti dekabr ayının 11-i səhərə qədər davam edəcək.